Çox şeylər var ki, insan onu gözlə görməz. Amma belə deyir ki, yoxdur. Bir nəfəri Allahın barəsində çox məntiqlə başa salır Bəhlul. O adam başa düşmür. Deyir Bəhlul, mən hər nəyi gözlərimlə görməsəm inanmaram. Bəhlul ona çox elmi cəhətindən, dini tərəfdən izah eləyir, o başa düşmür. Axırda Bəhlul yerdən bir dənə kəssəyi götürür, vurur onun başına. Kəssək onun başına dəyəndə o başını tutur ki, vay başım, vay öldüm, vay başımın ağrısı. Bəhlul deyir, yalan danışma. Hanı başın ağrısı? Göstərməsən inanmayacağam. Ağrını göstərmək olar, yaranı göstərmək olar, amma yaranın içində olan ağrını göstərmək olmaz. Onu gərək insan özü duya, hiss eləyə. Ondan o adam deyir ki, Bəhlul, indi tanıdım Allah, indi başa düşdüm. O şey ki, insan gözləri ilə görməz, onun asarını görər. Məsələn, bir əqilsiz adama deyərsən ki, sənin əqlin yoxdur, narahat olar. Elədir? Amma desən ki, əgər əqlin varsa, əlu vur əqlüvə. Vura bilərsən? Gözlə görsənmir. Bilmirsən ki, hardadır, necədir. Məsələn, elektrik enerjisi gözlə görsənməz. Amma əlu vurarsan, asarın görsədər. Qaldırar, vurar adamı yerə. Öz təsirini görsədər. O şeylər ki, insan onları gözü ilə görməz, onun asarını görər, əsərini görər. Ona görə də belə şeylərdə insan gərək diqqətli ola. Növbəti sualımıza baxaq.